doktor, Dubayda bu gül bağçası Sevgi idi bağı. oraya. Sevgi bağı, gül bağı. Mən elə gül bağı. Sən də sevgi axtarmağa getmişdin oraya, yoxsa nə axtarırdın? Sevgi mən axtarırdı. Mənim sevgi axtaramam. Sevgi mən axtarırdı, gəl tapdı. Tapa bildi. Tapdı. İlham mən də gərək apardı. Qoy sənə deyim, elə yadıma saldın, qoy bir kəlmə deyim. Orada çox maraqlı hadisələrin şahidi oldum. Çox gözəl bir balamız orada, Azərbaycanlı balamız. Məni görən kimi dedi, bay doktor gəlib. Getdim, gördüm, Azərbaycan himni, Azərbaycan qəhrəmanlığına aid mahnılar və dedim, nə gəzirsən? Dedi, mən Beyləqandanam, gəlmişəm burada, bu mağazin ərəbində götürüb işlədirəm. Bütün günü Azərbaycan, hamı da bir eşidən kimi orada, Azərbaycanlılar da maşallah doluydu bayram ərəfəsi. Gəldik, qulaq astı, adamları oynadır, Azərbaycan bayrağını verir, dedim, sənə halal olsun sənin. Bu da bir təbliğatdır da, nə qədər adam gəlir ora. Və ondan başqa da, yenə də gedirik küçə ilə, bir də gördüm, indi getmişik nə salaq. Bir də gördüm, oradan 2 nəfər gəldi, biri elə İsmaillidən, İsmailin məşhur kəndini desən deyəcəm oradandır. Məşhur kəndin birinə. Buynuz var, qalacıq var, Quşəncə var. Yox, birində desən, gəlib olacaq. Buynuzdan başqa. İkinci məşhur kənd. Denə yadına salın, İsmailin kətləri. Toylarda olmuş. Nəysə, dedi adım Mais'dir, o bir də dedi Neftçaladanam. Gəlmiş ki, sənin gördüyü uzaqdan gəldik ki, görək nə allatmasınlar, nə xidmət göstərək. Gəldi, saatını sərf elədi, müəyyən keşflər almağa kömək elədi. Elə dedim, Mais müəllim, burada hər şeyim var, nə desən, nə... Dedim, ömrün uzun olsun, dedim, İsmailləri çox istəyirəm, səni də gördüm, daha da sevindim. Nəysə, bu da belə, hara gedib, sonra bir Rövşən, belə Yaşar adında bizi orada qarşılayan oğlan, 24 yaşı var, Samir bəy. Bu ilə gələn, gedən insanlar nə tər rahatlayır, nə tər idarə edir. Dedim, qardaş, sən 24 yaşında bu qabiliyyətin varsa, bu Dubayın sahibi sən olacaqsan. Səndə ki, bu qabiliyyət var, eşq olsun. Heç kimi ruhun cimir. Hamıya deyir, gəlirəm, gedirəm, neynir? Öz işini görür, saat mexanizmi kimi, bütün turları təşkil edir, gəzintilər təşkil edir. Turla getmək sərf edir adama, doktor. Biraz elə bil ki, adamın... Mən ilk dəfə idi turla gedirdim. Belə əskər kimi olursan, elə bil otur, qalx, dur, ye, yat. Adamda rahatçılıq, sərvətçiliyi olur. Sənə bir şey deyim, tam dediyin kimidir. Turla getmək, hər yeri görməkdir, gözəl yerləri görməkdir. Çünki oradakı o Yaşar bəy onu tanıyır, o bilir hara gözəldir, hara lazımlıdır və maşının hazır, bələdçin hazır, hər şey hazırdır. Bir də var, şimdi biz 3 qardaş gedirik, indi elə Nəsib qardaşla getmişdim. Gedirsən, biz gərək kimisə tapaq, kimisə bizi idarə eləsin, tanısın, göstərsin, harasa yadından çıxa bilər. Ancaq indi Dubayın bütün gözəl yerlərini gördük, çəkdik və izləyicilərimizə də, tamaşaçılarımıza da yavaş-yavaş göstəririk sosial şəbəkələrdə. Yəni, dediyim odur ki, Azərbaycanlılar bu dünyada Allahın yer üzünə bəxş elədiyi ən qoçaq insanlardır. Səhrəyə düşən 2 ildən sonra oranın yiyəsidir, meşiyə düşən oranın yiyəsidir, nə bilim, buzluğa düşən oranın yiyəsidir, düzlüyə düşən oranın yiyəsidir. İndi bunlar Dubayda gördüm ki, böyük nüfus sahibidirlər, qoçaqdılar, komandamız da çox gözəl idi. Heç nə sağlayın, Dubay o gül bağçasına 100 milyonlarla pul qoyurlar hər il. Və milyardlarla qazanırlar. May ayının sonunda orada bir dənə gül qalmır. Biri də Bakıdan yazıb ki, hə, oranın təbiəti elədir, Bakıda gül qalmaz. Deyirəm, Allah sənin evini çizsin. Bura bu istiliyin 37 dərəcə, biz gedəndə Camat dənizdə idi. Dubay ilə Bakının istisi bir də Bakı cənnətdir səndə. Dediyim odur ki, bacarırlar.